Salam. Mən bu seri İrana gələndə çox fürsət olmadı qalam və çox dostlarımla istedim görüşəm, danışam və ə, əslən fürsət olmadı. Və dedim ələn burada biraz fürsətim var, bir daha video yığım. Ta sözlər yadımdan çıxmamışdan deyim. Üçün çox cəlib bir zaddır ki, ə, mən xarici kişvərdəki oluram, hərdən bir gəlirəm İrana. Məsələn, hər bir-iki ildən bir. Və bu ittifaqatı ki görürəm, təğyiratı ki İranda ittifaq düşür, çox böyüklər olur da, çox vazihlər olur. Şayad içərisində yaşayanda da bu hətta bilmir. Ona görə çox dostlarımla pəyamlaşırdıq ki, beqola oturaq danışaq müfəssəl. Bir dənə ayrı konferans çıxdı Dubeydə, məcbur oldum gələm bura. İnşallah ki gələn sərdə otururuq danışarıq. Mütəala səy elərəm. Ta yadımdan çıxmayıbdı. 2-3 dənə mətləbi deyim biləcə. Bəd mənim də qəsdə şeyim yoxdur əslən. Məsələn, oturam Instagramda məruf olan filan beyman. Əslən o cür bərnamələrim yoxdur. Nə qəsdim var, nə vaxtım var, nə dəramədi, nə niyazım var. Elə bu qoyuram öz dostlarıma, öz xanavadədən ötürü ki, mütəəssifanə forma vaxt olmadı. Qəşəng hesabı danışaq. Ərz edeyim, əvvəl məsələ ki, çox vazih gözümə gəldi İrana gedəndə. Bu seri gördüm, Koppetdə xanımların azadçılığı biraz çoxalıbdı ki, hala bəhsaya, ayrı bəhslərinə varid olmuruq mütəha. Dərkol o gözümə gəldi və mənim nəzəriməm xanımların ruhiyyəsində fərq eləyibdi, adaptər olublar. Bu bir dənə nöqtə idi. Nöqtəyə bədi hiss elədim, hala bir daha müsbət dedim, bir daha da mənfidir. Mərdumun ranəndicisi getbəcək misali. Bu adam ayrı keşvərdən gələndə hər seri şey olur, gözünə gəlir. Müntəha bu seri hiss elədim ki, biraz da daha da pisəlibdir. Yəni qəblən məsələn meydana gedəndə bir haqqı təqəddüm izadı var idi, yol verərdilər filan beyman. Əlan görəm də pisəlibdir. Yəni mütəəssifanə qorxuram şeyə tərəf gedə. O Hindincan adam videolarını görür. Qorxuram o səmtə gedə mütəəssifanə. Bəd ondan sonra maşınlara görə danışdıq. Maşınların öz vəzi. Fikirəm ola o da şayad mərdumun iqtisadını görsədir. Qəblən bir seri məmulən biraz xarici maşın olardı şayad mötəbər brendlərdən. Ondan sonra bir seri İrani qəşəng maşın olardı. Bəqi olardı Pride zat. Bəd əlan hiss eləyirəm gəlib də şalıq. Yəni çox adam Quick görür, Pride görür filan. Bəd azaraq o birisi maşınlardan bədələ xaricilər də olublar, Çini maşın. Hala kim yoxdur, Çini maşın mənim öz nəzərimə pis maşın deyil. Müntəha dərkol adamın o təfavüt nəzərinə gəlir də. Bəd bir daha da bir ayrı bir zat nəzərimə gəldi bu iqtisada görə. Hiss eləyirəm ki, qəbləndən gələndə mərdum çox əsəbaniyyətlə dər mövrid bahalıq filan zat danışardılar. Bu seyri onu hiss eləmə. Ya hala şayad mənim dövrbərimdəki adamlar o cür beqolə ötürüblər, əsəbanə dəyirlər də. Ya vəz behtər olub ki, fikirləmirəm. Ya da vaqəən beqolə ötürüblər da hövsələ yoxdur durub şey eləyəsən. Cila eləyəsən vəzi mövcuddan. Bəd mənim dostlarım dər mövridə şey də soruşurdular ki, hala hangi keşvərlər zatlar yaxşı olur, həmkar elə mağazada. Xoşbəxtanə bizim dostlar maşallah hamısı fikri iqtisadiləri var. Məndən də müvəffəqdərdilər, Allaha çox şükür. Bəd ona görə də çox fürsət olmadı danışaq ki, nə? Və o da dedim, hala burada deyim ki, şayad yaddan çıxmamış desəm behtərdir.
həmkar mən hala özüm də müxtəlif keşvərlərin iqtisadına əlaqəm vardı ki, adam baxsın görsün hara yaxçıdır. Hala pul qazanmağa. Mən özüm çox pul adam deyirəm. Məsələn deyəm mən pul mühümdür zildicanlığa. Nəzərimə yox mühüm deyir. Amma xop da lazımdır bir həddəcə. Bəd ona görə bir tərəfdən də görürəm ki, məsələn İranda çoxlu istedadlar, zətlər vardı. Cəlibdir ki, adam bir daha yol tapa, beynəlməli halətdə həmkar eləyə də. Xop adam, mənim xop əvvəl sərim idi, Dubəyə gəlmişdim, sonra getdim İrana. Bir 10 gün qaldım Dubayda, sonra İran, sonra getdim Ələn ayrı konferansda Əbu Zəbiyə. Bəd bunları zadı ki, adam görür, Şeyx Əlici Fars ki, vaqən özünüz də behter bilirsiniz da. Səhradır da, çöldür, çölü görüblər. Nə məsələn təbiətdə var, nə su var, nə bizat var. Hamısı gücünə, pul gücünə abad deyiblər. Yəni məsələn hətta deyirdilər yollarda bəzi yolları süpür məsələ, gündə təmizlə məsələ gedir, şən altında qalır. Bəd ağaçları çəmən, hər nə mənə ki səbzi zat vardı, göylük vardı, altdan bir dənə lülə çəkiblər, şəbəkəyi zirzəmini. Abiyari qətri hər yerə. Yəni məsələn hətta çəməndəki çıxır da, çəməndə üstdən sulayanmırlar elə istidir. Aşağıdan bu cür şəbəkə bu halətdə, yəni qəşəng görüşür bəzi yerlərdə. Kollan nə qədər xəş qoyublar bizərə məsələn səbz çıxsın. Bəd bunlar adam görür ki, xop adam nə qədər deyəndən sonra bəli, o yan bu yanın puludur. Xarici puldur, nə Amerika pul qoyub bura filan eləyib, peyman eləyib də. Bunlar şahid, düz şahid qədər işim yoxdur. Müntə bunların özləri də bir qolu bir cür güçləri var imiş mənim nəzərimdə, müdiriyyət eləyiblər qəşəng ki, bu yerə çatıbdır. Mən fikirləmirəm rahat bir zatdır. Yəni ələn Dubai mənim Amerikadan həmkarlarım gəlmişdilər, deyirdilər ki, bura Las Vegasdan modern tərdir. Hala o ondan. Mən özüm xop Ləndəni zadə şəhərlər getmişəm. Dubai olan içində çox modern tərdir. O ittifaqatı ki düşür. Hala bunların hamısını deyirəm ki, şey eləyəm, fürsətləri deyəm ha. Ki niyə istəyirəm bu beqolı bəhs iqtisad eləyəm. Bu və müxtəlif keşvərlərdə getmişəm. Fikir eləyirəm elə bura feylən. Hala şayad Japonla, Çin filan adam getsə olar əzbabətə texnoloji qabaqlar olarlar. Müntə feylən özüm bu cür bir yer görməmişəm ki, cür münəzzəm əzlahazı şəhərsazi və heç zatdan cürlənə. Bilirsiniz, şayad ayrı keşvərlər gözəldilər. Hala demirəm, bura şayad gözəllikdə qabaq olmaya. Müntə heç zatdan cürlənməyi çətindir bax. Orası 100% bir dənə böyük iş istəyir. Böyük bir dənə məharət istəyir, müdiriyyət istəyir. O danmaq olmaz ona. Bəd adamın hevikliği gəlir da ki, İran niyə görə o cür olmuyor? Hala bura xassıdır, bu həddə olmasın. Müntəhətdə gəl hətta gəl məmulu bir dənə mövqiyyətə yetişsin. Bəd mən konferanslara gedirdim. Bura gəlmişdim bir xatirə konferansda. İraqimiz var idi. Bir dənə konferansı Jitex var idi ki, böyükdən konferansı texnoloji və AI zətdə. Bizim də şirkətimiz AI zəminəsində işləyir. Orada qurfəmiz var idi. Fövqəladə böyük bir dənə konferans. Xop, orada bir dənə İranın qurfəsi var idi. Söndüm, gördüm onu. Qurfəyə pavilyonu İran idi. Bədala İrandan da gəlmişdilər filan. Müntə bu pavilyonda fəqət bu cür miz qoymuşdular, 2-3 dənə. Nə məsələn qəşəng demona bizə bitirirlər məsələn. Bizə də idarə hesab təhval oturublar orada miz qoyublar, bir daha da poster çap eləyiblər, bir daha da monitor qoyublar. Və hala işim yox, yenə betərdir, olmağı yaxşıdır da, olmamağından. Çünki təəssüfənə o bir konferanslarda fikirəm İran çox təhrimdir. Dubai yenə nisbət yaxşıdır. İrandan zahirən qəşəng işləyir. Bence. Thank you.
I actually don't like Red Bull. Thank you very much. It's fine. Red Bull, yes, yeah. Sorry? I have two Red Bull. Yeah, no, that's fine. I don't drink energy drinks. Thank you so much. I'll give it back. Thank you. Başlayayım. Bu ranında Red Bull verirdi. Ben ərzəliyim ki, yaddan çıxdı nə deyirdim. Bəli, bu qurfələrə deyirdim ki, İranın pavilyonu var idi orada. Xoş. Yaxşıdır ki, hətta gəl o var idi. Çünki müxtəlif kəşvərlərdə şayad təhrim ola filan İranın urfəsi olmuş. Bəd bir dənə ayrı konferansa getdim. Konferans neft, ADIPEC. Bözüklərin konferansı neft və qaz dünyaymış. Zahirən çox böyük idi. Tamamilə məsələn şirkətlərin nefti və həfvari və kullən də kəşf edən filandan hamısı mürtəbit zatlara da fürsət olsa videolarınızdan qoyarım. Orada da bir dənə mənim İran var idi, workshopum var idi və bir də demo göstərirdik. Orada da getdim bir dənə salon uzaq edəm vurdum filan. Orada müntaha mən İran şirkət görmədim. Müntaha görsən nə bilim hər yerdən, Malezyadan filandan, hər yerdən gəlmişdilər. İranın da ki böyük nefti var. Niyə görə məsələn bu yerlərdə olmaya? Hətta bir daha da qurfay. Şayad mən tapamadım demirəm müntaha. Həvihdir də adam məsələn öz hər yerdə bu cür tikə bəxşbənd eləmişdilər. Məsələn şirkətləri ki, məsələn Amerikadan gəlib, şirkətləri ki, məsələn Malezyadan gəlib filan. Bəd adam söyür da, söyür nəqətdə deyəndən sonra məsələn mən ingilisdə qalmışam filan. Söyür ki, görsün öz keşvəri pişrəft edir. Yəni İranı görsün ki, pişrəft edir, cahani yerlərdə vardı filan. İşim yox. Hələ bula dedik ki, در مورد danışaq da, iqtisadi danışaq. Dostlarımızla danışırdıq ki, məsələn nə işlər görmək olar. Mən nəzərimə gəlir ki, از لحاظ مهاجرت bir nəfər istəyə baxa. از لحاظ həmkarı beynəlməli baxa. Məsələn, biznes eləyə, yəni varidat, sadirat filan. Fikr eləyirəm, kollən qərbə tərəf adam da gərək getməyə. Mən fikirləşirəm, yəni mütməyin dərəm. Mən tabi bu bərdاشtları ki olub neçə dənə qəziyyədən bu nəticəni alıram ki, şərq qəvitər olur qərbdən. Getbəcət əz babətə şayət məsələn bizlərə və mövqeyyətləri ki vardı qəvitər olur. Niyə? Ərz eləyim ki, əvvələn ki qərbdə olan bu moce, Trump'ın oyun bazarları çıxıbdı. Xaricilərlə, reysislik filan behman, o Amerikada da düzdür ki, Amerikan məndən soruşsaz, hər kim dostlarınıza, ətrafınıza, hər kim vardı, deyir ki, Amerikaya getməli deyil. Öz həm vaxtınızı tələf eləyin, həm ki, burada bir qol adam stres, ilə ərzişi yoxdur bax. O iş. Hala şayət dostlardan oradadılar bu video görsünlər, ayrı nəzərləri olsun. Xoş, oradakılarla mənim işim yox, çox da qəşəng, çox da bir qolə ali. Müntəha mən koldan deyirəm, bir nəfər təsmin tutur, mühacirət eləsin, ya həmkarıya beynəlməli eləsin. Hala məxsusən mühacirət Amerika dörəsinə xətt çəkin ki, ayrı yerə bəx qoyun. Xoş, o ondan. Və təbə o mütəəssifانə qərb kəşvərlərdə ora Amerikadan peyrəvə edirlər və bala bu moce gəlir bu tərəflərə də. Nicat pərəstliyi o, xaricilərlə müxalif olmaq o filan. Özlərinin görsüz müşkilat iqtisadlar olur, salırlar xaricilərin başlarına. Və heç bilmirlər də ki, babam, məsələn, ələn İngilis dələndəni xaricilər dolandırırlar. Yaxçı, qoldan o yan bu yandan Hindidən, Pakistandan, o yan bu yandan gəliblər, dolandırırlar da. Bunlar beyinlərini oxuyurlar, xəbərlərdə, filanlarda, şüştü məğzı verirlər ki, ağa, xaricilər gəliblər, siz iş tapamısınız. Dərhal ki, onlar ayrı işlər görürlər, siz ayrı işlər görürsünüz. Hər kimə də o fərzən Allah ingilislərdən bir qolu bağın, özünə zəhmət versə,
kollu iş tapılır. Müntəblər o qət şey edirlər, şustu-şuya məğzi verirlər ki, deyirlər bəlkə xaricilərdir. Fikirəm əlbəttə o roşənfikr adamlar xub həmişə bunu dərk edirlər, amma əksəriyyət mütəəssifanə hələ rəygiri olanda gedir hezb rasta tərəfdə, xub. Ola Fransaya baxsaz o cür deyim də, Fransada Fransalı ilə bir gün danışırdım. Şeydə Afrikalı deyim, orada mütəvəllid olub da, bunlar nə mənə bilir oradır, yəni Fransa, anadan Fransada olubdu. Xub, ayrı yer tanımır. O əlan deyirdi ki, mən istəyirəm çıxım gedəm də. Burada qalmalı dəyər oğat, məsələn, nicat pərəsti var filan. Hala o bəhsi nicat pərəsti bədə, hala bəhsi iqtisad o filan da ki, özü cəlib bir bəhsidir ki, mənim öz pişbinim budur ki, bunlar çox-çox zəif əməl edirlər qərbi şirkətlər. Az babəti, hala در müqayisə با şərq o xavərmiyanə danışağı. Çox-çox aram. Çox məsələn şəb bir müddət به خاطر گذشتələri qərir olublar üzlərinə və şey olublar. Yəni etimad və nəfsi kazib olub, caviz bətəruq filan beyman. Da o cür məsələn zehnindən işlətməyiblər, fikirlərini veriblər kollarına, quşbazçılığa. Yəni cəmaatla da danışsan, nəsli cədid məsələn dolandıracaqlar keşvəri. Hala mən pis demirəm, oturmuşam, bir qol özüm oturmuşam, orada pisləmirəm. Yaxçılıqlar da vardı. Mütəxib pişbini ayəndən istəyirəm deyəm ki, nəsli cədid gələcəkdir iş üstünə orada. Əlon danışqahlarında, dəbiristanlarında cavanlardır ki, vardılar. Bir qol teenager deyilir. Onlar fikirlər kullanırlar quşbazçılıqda. Məsələn, bu məvad işlədək, buna partiya gedək, bu məsələn filan əlif olacaq, belə eləyək, yoxsa. Ötürüblər də, valideyn də nəzərə gəlir də çox. Demirəm hamısı və cavanların da demirəm hamısı. Heç zətdə mən cəmbəndə eləmirəm. Da o cür ki, görüşür, təəssüfanə o səmtə gedir. Ola fikir eləyirəm, vaxtı ki, bir nəfər də ehsası rahat eləyə zindicanlığında, keşvərində və ehsası xətər eləməyə. O cür şayad o həddə pişrəft eləməyə. Niyaz görmürlər. O qət məsələn, əxir 100 il, 200 ildə aramışda yaşayıblar, rahat yaşayıblar. Görsən, məsələn, qutulublar, dəqdəqi işləri olmayıbdır. Qutulublar, dəqdəqi şeylər olmayıbdır. Bunlardan tapaq, evardan icarə edək filan və iman danışqah nəcür olsun. Qəzardan tapaq yiyək. Bunlar ki, olmayıbdır, fikirlərini kullan veriblər oyun bazarı. Ki, nə deyirəm, hamısı yox, çox da şəxsiyyətli, güclü adamlar da var. Amma bu bahis olur ki, o təravət və tazəci iqtisaddan geçsin, fikir eləyirəm. Hala bir şey startuplar vardır, şayad məsələn, yaxçıda əməl edirlər, ayındələr də qəşəyi ola, müntədərk ol. O mizanı pulu izafi ki, camiədə vardı və rahatlar o pulu götürmək olacaqdır, fikir eləyirəm. Avropada və Qərbdə gedəcəkdə şahid. Xoş. İzafəyə bu nicat pərəsti bəhsdir. Dər müxalifə o, əlan Xavərmiyanədə Dubai sözüz bölüsüz, bəhsi yox. Mütəala işitmişəm. Tamamı keşvərhay haşiyə Xəlic Fars. Xəlic Farsa görə də bir daha narahat konəndə bizzat gördüm. İranda olanda baxırdım Xəlic Farsda keçmə getdim. Çünki yazmışdı ki, Persian Golf. Və sonra gəldim Dubai'dən vəsul olanda həman nəxşiyə baxanda ki, bir pərvaz alırdım, görmüşəm Arabian Golf yazıb. Yəni İran içində olanda onu o cür görsədir, xaricə şifə hammiyə o cür Arabian görsədir. Yox, təəssüfanə o da çox narahat oldum ki, bir qovla qədimdən deyərlər. Bir nəfər başarmayanda, əlindən bizzat gəlməyəndə, əlindən vurub, çörəyin əlindən alırlar. Məmulat, məsəl, hududan o cür bizzat
nəzərə gəlir. Vur başından əlindən al. Yox, o cür. Hə, bu کشورهای حاشیه خلیج فارس با هم rəqabətdədirlər. Hələ Dubai vardı. Ki bilirsiniz, bəs hala Ərəbistan çox rəqabət edir ondan. Yəni fəqət hədəfləri budur ki, dalıya qalmasınlar. Yoxsa fəqət pul pompaj edirlər texnologiya, AI-ya, iqtisad, müxtəlif təzə bizatlara. Xoş. Əlan ondan sonra şeydi, Ummandı, ondan sonra Bəhreyn. Hala Bəhreyni hətta bilmirəm. Kuveyt'dir. Bunların olmasa Xəlic Fars rəqabətdədirlər də. Və o yöndən də hala bu buranı dedik, o yöndən də şeydə Asiyada Çino filanı ki özünüz bilirsiniz. Çinə görə də bir daha mətləb deyim biləcək. Hala həmkarlarımızla biz Almanda bir daha konferansda oturmuşduq. Bu hala çox bir qola rədə bağlı fəzəli məsələn tərəf 25 il idi. Müxtəlif şirkətlərdə Amerikada, Almanda, şeydə zəminə IC-də tərəfiyə zət işləmişdi və böyük rəislərdən idi. Tutmuşdu bir daha əxirən Çində bir daha texnoloji konfransı vardı, getmişdi oraya. Tutmuşduq elə Şamda danışırdıq, o deyirdi ki, mən getdim Çinə, daha türküsünü deyib də deyir ki, oraya ki gördüm də bu bəhsi ki biz deyirik, Çin habaq gəlib yetişəcək, habaq gəlib rədd olacaq da, bu bəhslər yığışdıraq da. Rədd olub qutulubdur, o cür deyirdi. Allah, mənim də demirəm o rədd olub, olmayıb, işim yoxdur. İntə bəzi zəminələrdə mənim özü bərdاشtım odur ki, rədd olub gedib. Bəhsi robotikdə, bəhsi elektrik karda, zətdə və bəhsi manufacturingdə, toliddə. Bunlarda sədərsiz gedib. Əlan öz bərdاشtım budur ki, şayad məsələn ayəndə neçə illərdə keyfiyyətdən də çox qozuyurlar və gələ yetişir o hətta ki, şayad məsələn Çini maşın və Çini brend o cür ki tanıyırıq zehnimizdə də o hətta bərəks olacaq. Yəni məsələn Japonu danışsan deyirsən ki, filan Japonu brendidir. Bəd fikir eləyirəm bir nəfər vaqəən ayəndəyə də iqtisadi bərnamə töysə, gərək o səmtlərə fikirləşə, cəz lahazı mühacirəti, cəz lahazı biznesi. Hala, bunlara da proziyyatına da dizəcə istəsəm baharıda olan. Haşiyə Xəlic Farsda həmin tür ki dedim, pul pompaj edirlər də, xob. Və vaqəən də bu həddə momentumları qalxmayıbdır feylən, o cür nəzərə gəlir. Çox tər pulla qalxızıblar görə. Elə məsələn bir şişi diblər, o cür nəzərimə gəlir. Yəni konferanslarına zana gedəndə xob payədən düzdür, yəni usulu vardır. Teknolojinin usulu işləyirlər və bəstərsazı fərahəm edirlər. Xob, yəni qələt bizatlar müntaha o curve, xəmə şey var, teknoloji curve, hype curve ki vardı bu Türkiyədə də. Fikrim hype-ın üstündədirlər və əlan o mövqiyyətdir ki, düşəcək aşağı və məhəllə bərdاشtı şeydir də, bir qolu kaşdı daşdı bərdاشtı olur, bərdاشtı pulun vaxtı yetişir fikirəm buradan. Və nəzərə gəlir ki, məsələn konferanslarda zətdə dolananda o qurfələr ki qoyurlar filan və o texnolojilər sürülürlər, çox pul basırlar ki, gözəl nəzərə gəlir, xob, çox gözəl nəzərə gəlir, high-tech nəzərə gəlir filan. Da nəzərə gəlir altında o vaqəi bizat ki vardı, hələ o cür möhkəm olmayıb, rişə salmayıbdı yerə. Və o nişan verir ki, bir daha fürsətdə Cələ texnoloji zəminəsində bir nəfər gələ burada bir daha gözəl bir daha məhsul irayə verə, ona pul verib alanlar. Yəni istillə pul xərcləsinə bərabər bu bizat ki ərziş var. Dər müqayisə gələsən məsələn nə bilim ayrı keşvərlərdən, gəlir məsələn bunu İtaliyada sat. Bir daha fərzlə da məhsul idə nəzərində var. Onlar servis deyək də, texnoloji servis. Fərzlə mənim öz zəminəmdə fərzlə denənə da AI
bizat cürləyəcəm ki, nə bilim, gəlsin maşında xərab olmanın təşxis versin. Məsələn, bir dənə konsertdə, hala müxtəlif idələrdir ya, konsertdə əmniyyət şeyləri AI ilə nəmə aparılışda izdiham olmasın. Məsələn də, bir də servisdir. Bunlar eşq edirlər. Yəni bu cür zot təzə bir zot olsun, pul fəqət xərclərlər onun üstündə. Və Allah məsələn bunların bu konferanslarının salonunun da misalını deyim də, dünən bu konferansın həftəçi getmişdim. Nə qəd pul, məsələn, salonun özü nəvəzdə, müxtəlif zətlərdə, çiraq, nümayiş filan. Bəd, bunların bir də appləri var idi da. Bu appi ki, məsələn, qurfələr harac edəsən, salonlar müxtəlif, kimi haradan tapasan, nəcür. Düşünürəm, şey də var idi ki, özə Google Map kimi map göstərirdi ki, haradan gedəsən. Bəd, bu nəzərə gələn hədc vursam, buna neçə milyonlar bu appinə pul veriblər də, xob, ki, high-tech olsun. Və nəzərimə o cürdə qəşə işləmirdi. O zahiri xoşçil idi və iddiası yuxarı idi appin. Məsələn, orada map qoymuşdu, inəm chatbot qoymuşdu şeyin içinə, becayin ki, durub axtarasan özün nəxşəni soruş. Məsələn, filan şirkət nə iş görür, şirkət Haydar Zəmini, Həffarı, məsələn, kimlərdələ nə iş görür. Bir dəsi cəlibdir. Bunu məlumdur, bir nəfər gəlibdir, bunların zehnlərinin üstündə işləyib, deyibdir ki, ağa, mən sənə bir daha app cürləyim, nümayiş qava, belə chatbot olsun üstündə. Onu o cür eləyiblər, satıblar, axırda yerinə qoyanmayıblar, işləmir. Mən bir kitab bizə search elədim, düzəməlli gətirmirdi. Odur, onu istəyirəm deyəm ki, nə qədər fürsət var, yəni təqaza ərzədən çoxdur, nəzərəcə, ərzə ba keyfiyyətə, certifikat çox var. Və bir nəfər istəyə halaca az ləhazı texnoloji, mən fikir edirəm texnoloji behtər olar da. Hala ayrı zatlarda vardı da. Şayad məsələn kalla deyəsən, çərm deyəsən, ola bilməm bir nəfərə dostlarımla amuzəş deyəsən, xob. Təqaza çox var. Muntaha mən özüm texnolojidən çox başım çıxır oradan deyirəm də. Bir də məhsuli. Məhsul da fiziki məhsul gəliyi olmuyor da. Üçün bizə də olmuyor ki, Çincələ onu 2 saniyə tolid eləyə bilər üçün. Bunda da mutuzlar. Elə zəminə dedim gətirlər ki, mənim nəzərimə servis ola. Yəni, teknoloji kimi olmanın servis bir daha müşkülə həll edir. Və bir haybənd və vabəstə bir dənə qalay fiziki olmaya ki, eləyə biləsən onu alasan rahat. O cür bizat bir nəfərin zehninə yetişə və piyadə eləyə və həmkarlığı da zahirən çətindir, yəni bir daha gəlib Dubeydə ofis vuracaq və onların ofisi Dubey işləyəcək və hala şahid eləyə bilər da bir təriq ilə İran içindən də həll eləyə. Yəni İran içinə də servis verə, eşiyinə də ala bilər. Bəhslərim haşiyə gedir. O ondan. Hala bəhs iqtisadidən dedik. Və şeydə Asiyada fikirəm, Asiyadakı o şirkət keşvərhایی ki qəbdilə onlardan adam eləyə bilər. Bizatları örgəşə və biz tərəflərə varid eləyən. Fərz eləyəs adamın içində bir dənə tolidzat zəminəsində qəşəh irtibat sala və kalahayı ki bu yəndə niyazdır, xas eləyə gətirə bu tərəfə. Nəinki məsələn fəqət alasan gətirsən orada. Bura mütənasib bizat tolid eləyəsin gətirsən. Çünki bunların məsələn öz hüviyyətlərinə və şəxsiyyətlərinə, xoşbəxtlərinə və mütəəssifanə və rəyə bizlər İrandakı fora özümüzü satırıq. Bunlar nəzərə gəlir çoxlar paybənddirlər. Hala bir daha parantez açaq bunu deyək. Bunlardan mənzur Şeyx Xəlid Farsi deyirəm. Nəzərə gəlir ki, bunlar məsələn İslamiyyətdən, şeylərinə, fərhənglərinə, ərəb olmaqlarına, dizayn ərəb olmağına və öz hüviyyətlərini hiss eləməyə. Hala ta həddi də çox hətta canda xob gedib də bir səmti qərbi şoda, nə bilim, klubzat var, alkol var bəzi yerlərdə filan, xob.
fikirəm onları qoyublar ki, xaricilər gəlib bütün bölürlər də gəl həmkar eləyərlər. Keşvərlərə müxtəliflə təkinə bir nəfər rüşd eləyənməz. Və onlara da bu bəstələr mühəyyə eləyiblər ki, xop bəzi yerlərdə sənə alkol görülmüşdür. Xop bura bu cür otellərdə gedin üçün. Məsələn, disko görülmüşdür, buralarda gedin eləyin. Bəs ala bəqiyə yerlərdə bir qola mərəzə umumda yox içənməsiz filan eləyənməsiz bu cür. Bir həddəcan nəzərə gəlir flexibility nişan veriblər ki, bir də xarici gəlir burada yaşayır ki, bir də proje əncam versin, əziyyət olmasın. Amma da eyni hal nəzərə gəlir ki, öz hoviyyətdən hifz edir. Məsələn, boyan bu yanda gedirsən o posterlər için intikhab eləyiblər. Məsələn, o Çehre-i Ərəbidən, hicabdan, bəd dekorlar ki vururlar müxtəlif. Mən Park Abiyə mən getdim. Park Abiyəcan məsələn o içərilərində fanusa ərəb aslamışdılar. Park Abi koldan şeydi. Şahid şirkət sazında sizə qərbi bir yerdir. Ta onları zor eləyiblər ki, ağa, burada məsələn cürliysən bir də bizzat gərək bizim memarımız olsun içində. Dekorları məsələn bir də Qəl-i Ərəbi vurudusunda cürləmişdilər filan. Bunlar istəyirəm deyəm ki, vaqəən nəzərə gəlir ki, istəyirlər şey eləsin. O cürdə dəyəri ki, biz deyirik, həndə özlərindən bərdə Amerika eləyiblər filan behman. Ona görə işrəft eləyiblər. Yox, qəbul eləmirəm mən o sözü. Və o cəlib olur. Yəni bu vaxtı bunlar şəxsiyyətlərin, hoviyyətlərini saxlayırlar. Qərbdən də gəlirlər bura. Həm cəlib olur, həm tazə kişisi olur. Məsələn, bir də libası misalı vurum biləcək o. Öz aramızda da biz məsələn, mənim özüm əvvəlim vardı, ərəb keşvərə gedirəm və İranda da yaşamışıq ya. Xarici keşvərdə yaşamışıq. Nəmniyə zehnimizdə vardı ki, o ərəbi libas giyən ya gedir həccə, ya məsələn bir dənə nə bilim zehni məhdud adam bir dənə məsələn kətdə, Ərəbistan kətlərində zanında bir yerdə gedir, məsələn çobanlıq edir. Məsələn o cür bir də təəssüfənə zehniyyətimiz vardı. Müntəha adam bura ki gəlir, görür baba məsələn o tamam əfrad بالا دستی جامعه‌ləri nə gözəl məsələn oturuşda xoş ətr bir dana ləkə yoxdur üstündən bir zərrə təri gəlsin, bir zərrə məsələn hamısı ətri və məsələn üzləri təraşşuda kamil tumaninə ilə hərəkət edirlər filan beyman. Bu bir həddə idi ki, biz məsələn bu vizitorlarımız gəlirdilər Urfamıza. Bu libaslarla zadla və imaratlılar ya müxtəlif ərəb keşvərlərdən bu gəlirdilər. Bu bir həddə idi. Mənim ingilisdə həmkarlarım deyirdilər elə bu ətr nədir? Bu ətr də qalıq. Getdik məsələn dükanlarda bütüşdən soruşurduq filan. Deyirdi ki şeydə bu ətr nədir ərəblərin hamısı burunlu işlərinə mən də istəyirəm. O dükançı da deyirdi, bilmirəm nə mənə, bunların hamısı elə ərəb ətçidir də. Gəl birini özün intixab edirsən. Və məsələn, xoşlarına gəlirdi. Yəni, vaqən mənim özümün də çox xoşuma gəldi ki, nə qədər gözəl özünü irayə verəsən, rəbti yoxdur nə cür giyinəsən, rəbti yoxdur nə ərəbi libas giyəsən, nə eləyəsən. Nə mənə sənin öz fərhəngində onu əncam verəsən, müntaha gözəl vəziyyətdə icraya verəsən şəxsiyyətini. Yəni, bunların da məsələn danışmaqları bir daha da ayrı mövzu ki var idi. Amma mən sözə qatıram iqtisadı bəhs vəsətində. Bəhsi fərhəng eləyirəm. Müntaha da deməsəm yadımdan çıxacaq. Bir daha da ayrı bəhs ki var idi. Yenə də cəlib gəldi mənim həmkarlarıma ki gəlmişdik bura. Bəhsi bu ehtiram və şəxsiyyət idi. Bunlar məsələn getdik bir daha restorana, şama qəza yedik. Alkol yox idi da o restoranda. Ki xarici yerlərdə hər yerdə sən sifariş verəndə alkoldur. Bəs bunlar əvvəldə məsələn deydilər, məsələn nəcür məsələn alkol olmayacaq, nə edəcək, hara gedək məsələn olsun filan. Mən deyim gəncədə bir də sünnət yerə hələ
hələ alkol ötürü. Və gəldik, getdik. Ora, bunlar əvvəldən məsələ soruşurdular ondan ki, sizin alkolunuz var falan, yox diyor. Və biz orada institutda da Kurtaş gəldilər, şey elədik, soft drink zadı, meyvə o bu zadlar sifariş verdik, qəza yedik. Sonra mən dedim çayla bağlava gəldi. Və otduq, onu içdik, danışdıq. O cəvvə, restoranı, balkonusunda oturmuşduq, aram. Hamı bir-birinə məsələn aram danışır deyib də, aram müzik var idi. Və hala mən bunu deyirəm, şayad biləzə atdı gələ, çünki İran özü də bu cürdür. Dəhan ki, məsələn, İngilisdə ya bəzi qərbi keşvərlərdə getsəm restorana, həmişə bila istisna 4-5 dənə cavan olur ki, orada keyfləniblər. Yoxsa uca danışırlar ya, biri-biri ilə görsən məsələn şey eləyir. Nə bilim, biri durdu biri ilə. Ona savaşmaq demiyor, sözləşir. Ya məsələn biri bir seri cavandır, uca danışırlar, futbola baxırlar. Bütün məsələn daha xop onun İngilizcəsi şey olur, lads olur. Şayad biz Türkçədə lot deyək, lot bazlıq deyək. Məsələn, bir daha yaşasan, uca danışasan filan. Və burada ki, biz hər hansı restorana neçə gün getdik. O cür bizə əslən görüşmədik, xop. Şəxsiyyətlə amma oturur, qəzası yeyir, danışır, aram filan bilməm. Bət hamının da nəsən qarsonların filan fövqəladə ehtiram. Və bunlar bunu çox xoşlarına gəlmişdi. Bət otduq, qəza ki yedik, çay içdik, qutuldu. Getdik otelə getdik. Onun sabahsı gün bunlar mənə deyirdilər ki, çox cəlib idi, çox ləzzət apardıq filan. Demirəm ha, kilit əsrarbazlıq çıxartmıram. Mən özümdə hala şeyim var, özüm mütəqidəm ki, bu bərnəmənin yeri var filan. Müntəha bunu istəyirəm deyəm ki, bəli, bəzi zatlarda vaqəən adamın öz fərhəngi, bizlər də mən deyirəm, ərəblərlə yaxınlıqda. Öz fərhəngini adam qədrin bilir ki, məsələn, bu cür zatlarımız da vardı. Xop, hala sosial mediada zətdə şəhət görək ki, heyməz pəyam qoyurlar, mən filan yerdə belə bir zat var, filan yerin otobuslar bir moqa gəlir, filan yerdə banka gedirsən, dərsə filan istəmirlər. Hop, olan hamısı düz. Bu yəni heç demir axı bə. Yəni demir ki, vaxtı axşam çıxsan eşiyə, barlar zatları açılır orada, keflələr xiyabanda görsən gedirlər filan. Gəndə çəkirlər xiyabanları. Onlar zatlar da vardılar və məsələn adam bir yerə gedir, görür məsələn şam qəzası, şam vaxtında ya çay içmək vaxtında aramışına, ehtiramına adam xoşuna gəlir. Planın üzərində xoşuna gəlir. Bəd daha da ayrı məharət ala bəhsi fərhəngin parantezini açdım, o da deyim. Nə qədər əmnidir bura? Dobey. Deyirlər ki, zahirən, mən özümdə gördüm. Gedirsən restorana, məsələn, bir də miz tutasan, sonra gedirsən dəşşuya, quşuvu qoysan orada, şuluğa, quşuvu qoysan mizin üstünə, yallah geysən. 5 dəqiqə, 10 dəqiqə sonra. Ya bunlar maşınla bir yerə gedirlər, istəyirlər maşın xamışlamasınlar, üstünə geçsinlər, çünki kuler işləsin, hiss olur da. Kuler işləsin, geçsinlər, xəriddən eləsin, geçsinlər. Kilitsad üstündə maşını elə o cür qoyurlar, yanıq çıxırlar, gedirlər. O cür əmniyyəti yuxarı. Demirəm, Allah şahid be xatirə tərsiz qanundur da. Müntəha o da xop cəlib idi. İngilisdəki yaşayırıq, doçarxəmi mən vurublar, balıya və bir daha bilsən, bizadı sən nə eləyən məsələn, sən məxsən doçarxə, motor filan beyməm, lazadə şəhərin məsələsində belə budur qoysan, 4-5 dənə qıfılı, yekə qıfıl vurmasan gedibdir. Sətdərsən. Məsələn, quşuları zadə əldən çəkirlər aparır. Onlar zatlar vardı. Bəd hala gedək
cəmbəndil yox. Mən istədim 2 dəqiqə şey qoyam, bəyam qoyam, bəhs açıldı. Valla bu taksi yetişincan mən bunu cəmbəndil. Ərz eləyim ki, daha xop kolliyyətdə bunu danışdıqca bir nəfər istəyir mühacirət eləyə, mənim nəzərimə gərək baxa, bu yerlərə baxa. Xop, qərb şayət daha qozinə münasib olmaya. Bir həddəcən yaxşı idim ta ayəndəyə pişnahad eləmirəm. Şərqə tərəf baxa, ya xaşi xəlici Farsa baxa mənim nəzərimə. Və hala onun da bir dənə xop buranın yaxçılıqlarından dediyim, mən bu seri pisliklarından da deyim ki, şey olmasın da, təadül riayət olsun da. Seri xop pislik budur ki, çox istidir. Yəni əlan nə mənədir? Əlan abandır da. November. Çox istidir. Yəni günüz adam eşiyə çıxır və ağayın elə məsələn tişertlə zaten çıxsın günə qızışsın. Xop. Yəni plan kollan 1-2 ay şayət qəşəng havalar. Əlbəttə lan gecələri yaxşı olur. Günüzdə qabıl zamanı. Təbii şayət məsələn 3 ay, 4 ay hava bəqiyə şeydir. Çox istidir ki, əmələn gərək məsələn maşınla gedirsən bir yerdə xəridi eləyəsən, gedirsən evə ya dəftərinə ya filan da eşik təbiət. Mən özüm də çox təbiət sevirəm. O babətdən bir daha burada yaşamaq məsələdir. Müşkili bədi və bozoktanın müşkil mənim nəzərimə burada yaşamağa. Şayət də bilmirəm, qalıb adamına da. Bəhs iqamətdir. Buralarda iqamət vermirlər. Hətta mənim dostlarım vardı ki, ingilisdə aşina olmuşduq. O Dubeydə anadan olub və burada böyüyübdü. Sonra gəlmişdi, danışçı idi. İngilisdə aşina olduq. Deyim, sən elə Dubey pasportun var da. Deyir, yox, iqamət pasportu heç zət. Deyim, mən deyir ki, şeydir. Bunlar əslən şey eləmirlər, fəqət o imaratların özləri ki, bir seri 10% cəmiyyətdilər. Onların iqamət şeyləri var, bir qör şəhərvəndidirlər. Bəqiyə əfrad burada fəqət işlirlər və ta işlirlər vizaları var. İşləməsələr vizalar tutulur. O bir daha xop nabərabəriyə şey icad edir də. Yəni elə məsələn Bərdədə, Arıda bir cür, yəni sən gəl bizə işləməsən çıx get. Xop, bunlar elə deyirlər ki, bunlar xop Pakistanlı, Hindili burada çoxdur da. Və bu buranı vaqəən deyirlər ki, onlar cürləyiblər. Bir belə məsələn Osman Xəraşov filan bəyman imaratların özləri işləmirlər ki. Bunlar cürləyiblər kollar. Bəd, hala fərzlə haqqı şeyləri yoxdur. Həm az lazı insani pisdir, həm az lazı hala olan özləri və bunlar rahat olurlar da. Bəd, xop, bənabərin adam bu cür yerlərə da mühacirətə fikirləşə, ya biznesə fikirləşə, gərək və onlara mali fəqət fikirləşəsən də bir həddəcan təcrübə. İqaməti olan müddət adam gərək fikirləşməyə ki, çox qala burada. Çünki nə qədər istəsən qalasan, gərək işləyəsən də burada. Və mənim nəzərimə behterdir adam bir daha ayrı bir yer özünə beys intixab eləyə, orada bir dənə bir qoyla olan müddət sərmayə güzar eləyə, burada pul qazanmağa yaxşıdır, pul çox. Bu cür. Hala bəhs şey dedik, ticarəti zadı dedik, biznesi dedik və bəhs mühacirəti dedik ki, bu səmtlərə hərəkət edir. Hala dərkol mən yenə deyirəm, qəsdə şey yox idi. Elə-belə bu sözlər mənim özümün yadımdan çıxır və mənim çox əlaqəm vardı. Müxtəlif fərhəngləri, müxtəlif keşvərləri, həm az lazı dolanmaq, həm az lazı fərhəngi adam görsün. Ona görə mən bu videoyu yığdım ki, özümün yadımdan çıxmasın və səmimi dostlarıma
və qəsdə nə bilim follower o bu cüzatlarda yoxumdur üçün əslən vaxtım yoxdur o cüzatlara yetişəm. Hala öz nəzərinizdə deyin. Söylədim ki, huzurlu oturaq danışaq hala. Sizlərdən də bir qolu nəzərinizə eşidəm. Mütəxib da qənimətdir dedim hala yaddan çıxmasın. Çünki mən hər yerə gedirəm, məsələn fikirləşirəm. Bax Vyetnama getmişdim, ya Kanadaya getmişdim, istədim orada fikirləşəm, müqayisə eləyəm, filan eləyəm. Deyəm ki, ağa məsələn biri Kanadada yaşamaq nə cür hissi var, Avropa nə cür hissi var filan. Amma fürsət olmadı orada video yoxmaq. Dedim bunu hala qənimətdən çox. Yaşayasınız, təşəkkür buradan baxdınız. 45 dəqiqə nəzərinizə deyin də, feylə, xudahafız.